Hər vaxtınız xeyir olsun, hörmətli izləyicilər. Biləcəridə, düz mərkəzində 15 saylı poliklinikanın demək olar arxasında 3 sotun içində 2 mərtəbəli tam təmirli, giryaşa vəziyyətində olan bir həyət evini satışa çıxıb. Hörmətli izləyicilər, Allah olmayanlara gözəl evlər qismət eləsin. Sona qədər izləyin ki, vaxtında sizə məlumatlarını verim. Evin qiymətini videonun son dəqiqələrində sizə təqdim edəcəm. Hörmətli izləyicilər, nəzərinizə çatdırıram, gördüyünüz kimi bu evin xarici görünüşüdür. Bura giriş hissəsidir, gördüyünüz kimi də rahat həyətə 3 maşın daxil ola bilər. Burada yaşıllıq salmaq üçün, ağac, bağ-bağça, gül salmaq üçün belə boş torpaq sahəsidir. Gördüyünüz kimi də yəni ev sahibi saxlayıb. Ev tam təmirli, giryaşa vəziyyətində olan 5 otaqlı bir evdir. Qanuni 2 mərtəbədir. Keçən evin içi ilə tanış olaq, hörmətli izləyicilər. Buradan daxil oluruq evin içinə. Birən kimi dəhliz hissəsidir. Dəhlizlər hamısı demək olar istipolda mətbəxə qədər. Bunu nəzərdə çatdırım. Sağ tərəfdə 4 metrənin 7-8 metrəyə uzun bir zaldır, qonaq otağıdır. Gördüyünüz kimi də qonaq otağıdır. Burada geniş pəncərəsi düz bir başa öz həyətinə baxır. Evin yeri çox gözəl yerdə yerləşir. 292 marşrutlara yaxındır. 200 metr məsafədə yerləşir. Qapının ağzına qədər demək olar asfalt olan ərazidə yerləşir. Girən kimi burada sol tərəfdə demək olar bura mətbəxdir. Mətbəxi də gördüyünüz kimi döşəməsi istipol, hardasa 14 kvadrat olar. Yəni uzunluğu da normaldır, yaxşıdır gördüyünüz kimi. Eyni də hardasa 2,83 metr olar. Təxmini ölçü deyirəm, az fərq eləyir. Buradan keçirik hörmətli izləyicilər sanuzel hissəsinə. Burada da sanuzel gördüyünüz kimi tam təmirli vəziyyətdədir. Yuxarılar asma tavandan yığılıb. Aşağında duşqabla yeri nəzərdə tutulub. Gördüyünüz kimi də alt qapılardan da istifadə edilir. Keçirik burada. Aşağıda demək olar bir yataq, bir zal, bir mətbəxdir aşağıda. Aşağıda bir zal, bir mətbəxdir. Burada arxasında kombi qoyulmaq üçün belə bir boş balaca bir yerdir. Kombi üçün belə nəzərdə tutulmuş. Arxada belə qapı qoyulub, kombi də arxa tərəfə qoyulacaq. Gördüyünüz kimi. Qalxırıq indi ikinci mərtəbəyə. Qalxan kimi. Yuxarıda da 3 dənə geniş otaqdır. Ev sahibi burada genişliyə üstünlük verir, hörmətli izləyicilər. Bura bir uşaq otağıdır. 12-14 kvadrat civarında dəyişir ölçüləri, bunu nəzərinizə çatdırın. Gördüyünüz kimi təmiri qaydasında sadə təmir olmuş bir evdir. 4-ün 4-ə geniş bir yataq otağıdır yenə. Gördüyünüz kimi də 3 otaq da yuxarıdadır. Bu da haradasa 4-ün 5-ə geniş bir yataq, 20 kvadratlı bir yataq otağıdır. Buradan da birbaşa balkona çıxış hissəsidir. Gördüyünüz kimi balkona çıxış hissəsidir. Hörmətli izləyicilər, nəzərinizə çatdırım. Ev həqiqətən çox gözəl yerdə yerləşir. Yeri də mərkəzi yerdir. Bu da ikinci mərtəbənin sanuzelidir. Gördüyünüz kimi də təmir qaydasında yuxarılarda asma tavanla yığılıb. Hörmətli izləyicilər, kimlər evini satmaq istəyirsə 055 389 3808 nömrəsi ilə əlaqə saxlayın. Evlərin satılmalarına köməklik göstərə bilərik. YouTube'da, Instagram'da, TikTok'da Seçal Əmlak səhifəsinə daxil olursunuz. Orada istədiyiniz qiymətə evləri izləyə bilərsiniz. Evlər hamısı kodlaşdırıb, kodları götürmək yaddan çıxmasın, hörmətli izləyicilər. Evin qiyməti də 190 min. Staf qiymətdir. Real alıcı olsa indirim olmağına olacaq. Birbaşa sahibi ilə görüşəcəksiniz. Son sözdə hörmətli izləyicilər, ev sahibi deyəcək. 190 min Biləcərin mərkəzindədir. Real alıcı olsa indirim olmağına olacaq. Sona qədər izlədiyiniz üçün də təşəkkür edirik. Allah ev olmayanlara gözəl evlər qismət eləsin. Allah alanı da xeyir versin, Allah satana da. Amin.